Kimdir mənə gülən? Kimdir mənə ələ salan? Mənsiz daşların sirrini bilmək olmaz. Gündəlik həyatda ayağımızın altındakı o adi daş əslində miniatür bir kainatdır. Gəlin içində nələr gizləndiyini açaq. Daşların tərkibi onlarca mineralın qarışığından ibarətdir. Ən çox rast gəlinənlər kvars, feldspat, mika və kalsitdir. Bu mineralların hər biri kristal strukturlu atom qatlarından formalaşır və daşın rəngi, sərtliyi, çəkisi elə buradan doğur. Yer qabığının 90%-i silikatlarıdır. Yəni tutduğun daşda demək olar ki, silikon və oksigen atomları üstünlük təşkil eləyir. Üstəlik alüminium, dəmir, kalsium, magnezium və sodyum da bu qarışığa əlavə olunur. Daşın növü onun həyat hekayəsidir. Qranit və bazalt soyumuş lavanın izləri. Qum daşı və əhəng daşı milyon illik çöküntülərin sıxılması. Mərmər isə təzyiq və istilik altında yenidən doğulan qayalar. Və ən inanılmazı, bəzi daşların içində mikroskopik su damlaları və qədim hava qabarcıqları olur. Yəni əlinə götürdüyün bir daş milyon illərin zaman kapsuludur. Adi görünsə də, hər daş özündə yer tarixinin bir parçasını gizlədir.